Qardaş, Pakistan Respublikasından studiyamızda tanınmış jurnalist, siyasi ekspert Malik bəy Sumbal əyləşib və Malik bəy mən salamlayacağım. Tərcüməçi təbii ki, bizim qonağımız da kadr arxasında qonağımızla bərabər müzakirə edəcəyimiz mövzuların, məsələlərin, səslənəcək fikirlərin tərcüməsini sizə təqdim edəcək. Siz isə mütləq yayımımızı izləyin. Çünki Pakistanda 44 günlük vətən müharibəsində Azərbaycanın yanında yer alan qardaş ölkə kimi Azərbaycana dəstəyini siyasi və mənəvi formada ən yüksək səviyyədə davam etdirən ölkələrdən biri idi. Necə Türkiyə, eləcə də bir Pakistanın dəstəyini istədiyi dost tərəfdaş İsrail də bizimlə bərabər 44 günlük vətən savaşında siyasi və mənəvi cəhətdən Azərbaycanın yanında yer alırlar. Bugün də müttəfiqlərimizlə bərabər regiondakı siyasətimizi, fəaliyyətlərimizi həyata keçiririk. Pakistan İslam Respublikasının baş naziri Şahbaz Şərifin də yaxın vaxtlarda Azərbaycana səfəri oldu. Bir çox məsələlər yenidən müzakirə olundu, qarşılıqlı razılaşmalar əldə olundu. Nələr baş verir, nələr bitir? Bununla studiyamızda dəyərli qonağımızla bərabər müzakirə edəcək. Əvvəlcə Malik bəy salamlamaq istəyirəm. Xoş gəlibsiniz qardaş ölkədən Bakıya və buradan da studiyamız vasitəsilə Pakistanlı dostlarımıza, qardaşlarımıza hər birinizə salamlarımızı çatdırırıq və öyrənmək istərdim ki, bu Bakıya ilk gəlişinizdirmi, yoxsa bundan öncə də Bakıya səfərləriniz olub və ölkəmiz, şəhərimiz hansı məqamlarla sizi təəccübləndirə bilir? Mr. Sumbal, first of all, I would like to greet you personally and on behalf of our whole studio and to deliver our gratitude for your visiting our country in order to deliver the truth about Azerbaijan and for your fact-finding visit. And first of all, I would like also to ask you, whether is it was your first visit to Azerbaijan? Please, about this a little bit. Thank you very much, first of all, having me and your great words that you introduced as a friendly Pakistan, Azerbaijan and Turkey relation, Gardash. I think that is a very strong bond. So my visit to Azerbaijan, first time in 2016, I visit Azerbaijan. And at that time when I visited this country, it was a very admiring and it's very attracted me. Especially when I land to Baku, it was totally a new world for me because we, being in Pakistan and especially to associate with the international media, so what we read about the Azerbaijan, it was totally different when I saw it. So I then come to explore more this country, and I think that then I am also author of one of the book, Tavas to Karabakh, a comprehensive analysis of war in South Caucasus. This is one of my contribution that I did about to tell the world about the reality about the Karabakh and its occupation that Armenian did for the 3 decades, and then Azerbaijan liberated these areas. So to relation with Azerbaijan, every day is strengthening. İlk növbədə mən sizə öz dərin təşəkkürümü bildirmək istəyirəm Pakistan dövləti və Pakistan xalqı haqqında söylədiyiniz xoş sözlərə görə. Eyni zamanda Pakistanın da Türkiyə kimi bu 44 günlük müharibədə Azərbaycanın yanında olmağını qeyd etməyiniz mənim üçün çox xoş oldu. İlk səfərimə gəldikdə mən bu qardaş ölkəyə 2016-cı ildə ilk səfərimi eləmişəm. Və təyyarə ilə eniş edərkən mənim ilk təəssüratım bu ölkəyə qarşı bir keçirdiyim doğmalıq hissi oldu. Burada özümü bir növ buradan bir enerji almış birisi kimi hiss elədim və mənim ilk təəssüratım məhz bir emosional xarakterli idi. Və təbii ki, bunun sonradan davamlı olması bu məntiqi idi və bugün mən burada əyləşmişəm. Və təbii ki, mənim fikrimcə, ilk töhfəm mənim deməli 44 günlük müharibə barədə yazdığım kitab olub, hansını ki, mən sizin bu studiyaya gətirmişəm. Kitab Tovuzdan Qarabağa, belə bir kitabdır. Mən bu kitabda 2-ci Qarabağ müharibəsində deməli baş verən həqiqətləri, Azərbaycan dövlətinin və xalqının fədakarlığını və digər beynəlxalq münasibətlərdə bu səpkidə baş verən prosesləri qeyd etməyə çalışmışam. Növbəti sualımızda Ermənistan-Azərbaycan münasibətləri 44 günlük vətən savaşından sonra indiki proseslərlə bağlıdır. Malik bəyin də bu istiqamətdə geniş tədqiqatları olduğu üçün həm bir tanınmış jurnalist və siyasi ekspert olduğuna görə də onun fikirlərini bugünkü proseslər barəsində də öyrənməyimiz tamaşaçılarımız üçün də çox maraqlı olacaq. Bugün Ermənistanla biz aramızda sülh müqaviləsi imzalamağa çalışırıq və 30 illik siyasətə, belə deyək ki, 30 illik işğal siyasətinə son qoyulduqdan sonra Azərbaycan bölgəyə yeni bir reallıqlar, yeni bir proseslər gətirə bildi. Ancaq
Azərbaycan sülhdə səmimi olsa belə qarşı tərəf Ermənistan heç də özünü bu cür aparmır. Yenə də bizə qarşı təxribatlar davam edir, sürətlə müharibə hazırlığı var. Sizcə ümumiyyətlə Ermənistan niyə bu cür davranmaqda davam edir? You actually touched upon the very point of the question which I'm going to ask you. It relates to the conflict between Azerbaijan and Armenia, which is still going on in political platform. Azerbaijan after the liberation war, he tries to achieve the peace agreement with Armenia with just fair conditions for both sides. But maybe you are also informed from media that Armenia is acting contra this point. He is going to sabotage this peace agreement process, and even there is trustful information that Armenia is preparing for new war, and with the help of some its protectors. So what do you say about this? Yes, so first of all, that after this liberation of Karabakh, so the moral, political and the legal ground for Armenia is diminished. There is no legal ground now for Armenia to create any kind of the unrest, because this is a reality and Armenians has to accept this reality. Even the Prime Minister of Armenia, he has to accept that he has lost this ground, that of these claims of this Karabakh. So it's a part of Azerbaijan now. It's as real as we are talking. It's as real as the daylight. So this is a reality. So if Armenians go for another unrest, I think that the international powers, I hint towards like the East, because the world is multipolar now. There is not only few powers. There are international powers in which China, I think that one of the major power, I think right now. So I think that there could be some sort of the strong opposition by those multipolar factors, and I don't think so that Armenia can achieve any kind of the geopartism in future. If they do, I think there could be more loss. Then I think that things even goes beyond this Armenian territory. Siz çox düzgün olaraq qeyd elədiniz ki, bu müharibədən sonra Azərbaycan yeni reallıqlar yaratdı geosiyasi müstəvidə və artıq bu reallıqların dəyişilməsi faktiki olaraq hər hansı bir qüvvənin imkanları xaricindədir. Çünki mən qeyd edeyim, bu qələbə ilə Azərbaycan Ermənistanı həm siyasi, həm geosiyasi, həm iqtisadi və digər aspektlərdə bir növ pat vəziyyətinə qoyub və mən tam əminəm ki, Ermənistan hər hansı bir prosesi öz xeyrinə yönəltmək iqtidarında deyildir. Eyni zamanda mən burada dünyadakı çox qütblü geosiyasi durumu da istəyirəm xüsusilə vurğulayım. Çünki burada söhbət ancaq bildiyiniz kimi qərb güclərindən getmir. Hal-hazırda hamımız qəbul etməliyik ki, Çin özü də bu dəqiqə dünyada fövqəl güc səviyyəsində bir dövlətdir və Ermənistan və bu proseslərə təsir etmək qabiliyyətindədir və inanıram ki, artıq növbəti dəfə Ermənistan hər hansı bir deyək vəziyyəti, status quo-nu yenidən öz xeyrinə dəyişmək niyyətində olarsa, burada artıq Çinin də hər hansı bir öz sözünü deməyi istisna olunmur və mən tam əminəm ki, Ermənistan belə bir, ümumiyyətlə, mən buna heç müharibə demirəm. Ermənistan tərəf hər hansı bir yenidən bir üsyan, qiyam tipində bir şey olarsa Azərbaycanın ərazi bütövlüyünə qarşı, artıq Ermənistan bundan daha böyük itkilərə qarşılayacaq. Bu da ki, mən inanıram ki, Ermənistanın hazırki rəhbərliyi bunu dərk eləyir. O sadəcə olaraq siyasi bir gürültü bəyanatlarla verməklə məşğuldur. Başqa bir şey yoxdur burada. Yeah. So I also add one part that the wars, the countries can afford the wars through its economic stability. So Armenian economic stability is, I think it's quite horrible. Mean that their financial position, it's a landlocked country. So how they could afford another war?
on the cost of the people for their livelihoods. Mean that the people who are the Armenians, they are suffering. Mean it's very hard for them to meet their both ends, their livelihood, their living, and then to start another war on the cost of these people. I think it could be disaster for Armenia. Burada mən təbii ki, iqtisadi bir amili də qeyd etməyi vacib hesab edirəm. Bildiyiniz kimi Ermənistan iqtisadi cəhətdən çox miskin bir vəziyyətdədir. Orada hamımız bunu müxtəlif mənbələrdən aldığımız məlumatlar arasında deyə bilərik ki, əhali çox demək olar ki, səfalət içində yaşayır və belə bir vəziyyətdə həm büdcənin belə bir məhdud vəziyyətində, üstəlik Ermənistan əhalisini bu cür vəziyyətdə, səfil vəziyyətdə yaşayan Ermənistan əhalisini hər hansı bir müharibəyə cəhd etmək bu çox böyük bir yanlışlıq olardı. Xüsusilə nəzərə alaq ki, Ermənistan deməli, sırf quru sərhədləri ilə əhatə olunan bir ölkədir. Onun ümumiyyətlə beynəlxalq deyək, rabitə deyək, imkanları da çox məhduddur. Bütün bunlar faktorlar olarsa iqtisadi cəhətdən Ermənistan bir uçuruma yönələ bilər. Malik bəy 44 günlük vətən müharibəsini çox yaxından, dərindən araşdıran bizim tanınmış təbii ki, qardaş Pakistanın jurnalistlərindən və siyasi ekspertlərindən biri hesab olunduğuna görə yenə də bu məsələni xüsusilə vurğulamaq istəyirəm. Regionda və dünyada baş verən prosesləri çox dərindən araşdıra bilib və Azərbaycan reallıqlarını həm Pakistanda, həm də dünyanın bir çox ölkələrində çatdırır və bu istiqamətdə onun yazmış olduğu əsərlər, səsləndirdiyi fikirlər, studiyamız vasitəsilə də etdiyi çağırışlar çox önəmlidir. Bu bölgədəki yeni prosesləri, yeni reallıqları bir daha özündə əks etdirir. Bütün dünya bu gerçəkliyi anlamalıdır. Biz güclü müttəfiqlərimiz, dost və qardaş ölkələrimizlə bərabər bu prosesləri həyata keçirməyə çalışırıq. Elə bu istiqamətdə mən yenə də 44 günlük vətən müharibəsinə belə deyək ki, xatırladaraq bugünkü proseslərə də o istiqamətdə baxmağa tərəfdarıyam. Xüsusilə də biz nəyi gördük 44 günlük vətən savaşında? Azərbaycanın yanında Türkiyə, Pakistan kimi qardaş dövlətlər yer alırdı. Dost, tərəfdaş İsrail də müttəfiqimiz olan ölkələr siyasındaydı. Ancaq Ermənistanın yanında kimlər dayanmışdı? Bunlardan biri İslam dövləti kimi tanınan, İslam dövləti kimi özünü təqdim edən İran və digər tərəfdən isə Hindistan da çox maraqlıdır ki, İranı, Ermənistanı sürətlə dəstəkləməkdə davam edir. Bu yanaşma indi də dəyişməyib. Həmin o İslam dövləti kimi görünən və özünü bu cür təqdim edən İran və digər tərəfdən Hindistan da Ermənistanın arxasında yenə də dayanmağa çalışırlar. Sizcə bunlar, bu iki dövlət xüsusilə bu canfəşanlıqla, xüsusi bir fəallıqla Ermənistanı sürətlə silahlandırmağa və yeni bir müharibəyə hazırlamaqla nəyi göstərmək istəyirlər bizə? Once again, I'm coming back to the book. It was a very important book you have written about the 44-day war in Karabakh. And through this book, you delivered a big message to the world about the just position of Azerbaijan, about the just position of Azerbaijani people and state. And we are once again grateful to you for your contribution to this very important issue for us in order in delivering the Azerbaijani truth to the world community correctly. Anyway, I would like to draw your attention to a very important point in this issue. You know that in this war, as Brazil, Pakistan and Brazil, Turkey were standing behind beside Azerbaijan. Also, Israel also rendered his support to Azerbaijan, and at the same time, as you know, Armenia was supported by two very interesting states from my point of view. One of them especially draws our attention. It was a Muslim state which declares the Muslim solidarity as its cornerstones of its foreign policy. I guess you know which state I'm talking about. It is Islamic Republic of Iran, and it was actually supporting Armenia in any possible ways, in militarily, in economically, even giving him the corridor for taking like a breeze. And beside it, in nowadays, India joined this. How to say, just this triangle. India now is making all efforts in order to arm Armenia, in order to help this state to build up his military power. And what do you think? Is it possible that these two states, they are
military assistance Armenia to lead to the new war in the region. Generally, what do you think about this phenomenon, these developments? Yes, first of all, let's discuss the case of Iran. So Iran strategically align itself Armenia and use Armenia as a proxy into all this strategical location. But I don't think so that the Iran capabilities, because I think there is a corridor between Iran and I think they use somewhere, and because they were because when Azerbaijan start taking tax from that land, I think that Iran got offended this thing that why they should pay the levy tax. So I think that they wanna try to use this leverage to avoid this tax and other things, because I think that there are many other things that going on from that route, and maybe Azerbaijan think that Iran think that the blockage of that route could cause them some big price. Bəli, burada mən sizin dediklərinizlə tam şərikəm. Amma yenə də mən öz fikrimi bildirmək istəyirəm ki, burada mən bir məqamı qeyd etmək istəyirəm. Anlaşılan odur ki, Zəngəzur dəhlizindən, yəni o aradakı o çox vacib bir aralıqdan söhbət gedir. Rabitə hansı ki Ermənistanı İran ilə birləşdirir. Yəqin siz də çox yaxşı xatırlayırsınız. İlk dövrlərdə xüsusilə Azərbaycan Gömrük Komitəsinin buradan Azərbaycanın milli maraqlarına uyğun şəkildə gömrük tariflərini müəyyənləşdirməsi İran dövlətinin haqsız narazılığına səbəb olmuşdu və onlar bu narazılıq bir bəhanə kimi istifadə edərək Azərbaycana qarşı öz haqsız bu dəhlizlə bağlı haqsız tələblərini irəli sürürdülər və bu dəhlizin Azərbaycan tərəfindən nəzarət olunmasını öz milli maraqlarına zidd hesab edirdilər. Amma mən düşünürəm ki, İranın hər hansı bir bu istiqamətdə deyək fəaliyyəti Ermənistana bir növ bir pəncərə kimi ona bir nəfəs vermək fəaliyyəti bir uğura məhkum deyildir. Yəni daha çox uğursuzluğa məhkum olunub və burada Azərbaycanın haqq məsələsi təntənə ilə nəticələnəcəkdir. So, but I don't think so that Iran influence to Armenia and especially to because Iran is not in a position to financially give something like some big package or something like this, because Iran is also have some internal problems and it's increasing, especially the inflation, many other problems inside Iran is quite big. So in terms of this conflict, Iran cannot go beyond its limit. They have some limits, so they will not definitely cross this limit, because they saw even this liberation war mean that Iran used its influence, but I think it's failed. Bəli, mən burada bir məsələni qeyd edim. Ümumiyyətlə mən Ermənistanı təbii ki İranın bir növ bir satelit dövləti kimi qeyd edərdim. Amma burada bir şey qeyd edeyim. Nə qədər bunların arasında belə deyək, ağa və vassal münasibətlər olsa da İranın Ermənistana iqtisadi cəhətdən hər hansı bir yardımının da müəyyən limiti var, müəyyən həddi var. Çünki bildiyiniz kimi İranın öz daxilində böyük problemləri var. Xüsusilə bu siyasi problemlər onda iqtisadi çətinliklər doğurub, ölkə iqtisadi gərginliklər və çətinliklər içərisindədir və bütün bunlar İranın hansısa Ermənistana bir əhəmiyyətli, onun taleyinə təsir edəcək bir yardım göstərmək imkanını faktiki olaraq sıfıra indirir. So in India case, you also mentioned about India. So India is trying to counterweight, like Pakistan is supporting Azerbaijan. So India, that's why coming to fill this gap to support Armenia. But I think they are selling some missiles. I think, but Bahamas, there is a missile that they want to sell, but that Bahamas missile is quite bad reputation. It was by many countries, but it was failed. Like it was just like a trash. Mean that you cannot say that it is strategically some missiles that Armenians should invest. But to get some defense money, maybe India trying to get in some deal. And the second thing is this, that because Armenia is next to Russia, so India direct influence and to coming there also, it would be also overlap the Russian and Indian interest.
So of course, Putin will not allow India, that especially, to come just like near and to involve this kind of the strategical location. So both these Iran and India to supporting Armenia is, I think that it is not mean that to give any big boost in the defense of Armenia. Hindistana gəldikdə yəqin ki, siz mənimlə razılaşarsınız ki, mən belə hesab edirəm ki, Pakistan bir növ Azərbaycana dəstək, onun yanında olduğu kimi buna bir deyək, əks balans olaraq Hindistan da Ermənistanı dəstəkləyir. Burada yəni ki, Ermənistanı dəstəkləməsi birbaşa Pakistanın Azərbaycanı dəstəkləməsi ilə bağlıdır və bir növ o boşluğu doldurmaq istəyir. Ermənistanın çətin vəziyyətindən yaralanmaq sağlayır. Bir növ onun müttəfiqi rolunda çıxış eləmək istəyir. Lakin mən sizə bir şey deyim. Hindistanın deyək, Ermənistana satmaq istədiyi Bahamas adlı deyək, raketlər, bunlar çox uğursuz bir imicə malikdir. Yəni bunların bir çox ölkələr satsa da bu raketlər özünü doğrultmayıb. Onlar bir növ bir deyək, dəmir tullantısı kimi bir şeydir. Ona görə də mən bu bir məsələnin bir tərəfi, digər tərəfi isə ümumiyyətlə bilirsiniz, Ermənistan Rusiyanın sərhədindədir və ora hər hansı bir dövlətin, o cümlədən Hindistanın nüfuz etməsi, orada hər hansı bir söz sahibi olması bu real mənə görünmür. Çünki bu Rusiyanın tərəfindən müqavimətlə, yəni əks bir fəaliyyətlə nəticələnə bilər. Onun üçün mən inanmıram ki, Hindistanın Ermənistana dəstəyi nəsə bir çox şaxəli olsun. Ona görə də həm nə İran, nə Hindistan bunların Ermənistana deməli dəstəyi Ermənistan müdafiə sənayesində hər hansı bir belə deyək, yüksəlişə gətirib çıxara bilməz. Yəni əhəmiyyət kəsb edə bilməz bu istiqamətdə. Pakistan Baş naziri cənab Şahbaz Şərifin Azərbaycana səfərində də bir çox məsələlər barəsində ətraflı şəkildə müzakirələr aparıldı, müzakirələr həyata keçirildi və Azərbaycanla Pakistan arasında həm siyasi, həm də iqtisadi, hərbi əməkdaşlıq səviyyəsində də bir çox məsələlər müzakirə olundu və Azərbaycan hərbi əməkdaşlıq sahəsində də üstünlük verdiyi ölkələrdən biri də qardaş Pakistan dövlətidir. Yenə də 44 günlük Vətən savaşında olan ənənəni biz siyasi mənəvi dəstəyi bugün də qardaş ölkədən hiss etməkdəyik. Necə bu əməkdaşlığımızın inkişaf tempi Ermənistanın arxasında dayanan bu havadar dövlətlərə onu dəstəkləməyə və yenidən müharibəyə çalışmağa, müharibə həddinə gətirib belə deyək, çıxaracaq addımlar atan bu İran olsun, Hindistan olsun, Fransanın da hətta bu adını əlavə etmək olar. Bu kimi dövlətlər Ermənistanın yeni bir müharibəyə, yeni bir təxribatlara hazırlaşdırırsa, burada Azərbaycanın yanında Pakistanın da yer alması, 44 günlük Vətən savaşında olduğu kimi bu ənənənin davam etdirilməsi sizcə Ermənistana və bu havadar dövlətlərə nə kimi mesajlar ötürür? Once again, I want to come back to the support given by Brazil, Pakistan to Azerbaijan in the Second Karabakh War, and we once again, but anyway, we feel the continuation of this support nowadays, and it gives us big inspiration and big emotional strength to feel the support of Brazil, Pakistan. But at the same time, you are aware that the supporters or protectors of Armenia, they are also, how to say, not leaving their hands free. They are again going on with their support to Armenia, and they instigate Armenia not to conclude peace agreement, and it is in their interest to prevent the stability in this region. And but what do you think? What do they think about this Pakistan support in Azerbaijan, and can it somehow influence in putting an end of these protectors to put their end to their support to Armenia? What do you think about it? First of all, Pakistan don't have any diplomatic relation with Armenia, so we did not recognize Armenia as a country just due to Azerbaijan. So Pakistan has no relation with Armenia, and it is the big reason is that it's only Azerbaijan, so we don't have any diplomatic ties. And so I think that the Pakistan policy and Pakistan bond with Azerbaijan is intact, and it will continue. It's not some any factors that could influence this
this strategy or this friendship, because Azerbaijan spoke in the United Nations to Pakistan on Kashmir, and similarly vice versa, Pakistan supports Azerbaijan on its Karabakh cause and on its Karabakh's its Karabakh's territory, or it's like undertake of all this region back. So I don't think so that any external force could weaken this bond. And I am sure that it will influence, because recently you mentioned also that Pakistani Prime Minister was here. So Azerbaijan also going to strengthen the economic ties with Pakistan. Now there is also direct flights. There are more tourists from Pakistan coming here, and Azerbaijan is investing almost $2 billion in Pakistan into different projects, and also some LPG and other things they are going. In cultural terms, there is a special place in Islamabad. It's a Melody Market. So Azerbaijan is constructing this market according to the infrastructure of Ichar-e-Shahr. Like they are making it like they are constructing all this market, and it's look like it's a project of the Azerbaijan Culture Ministry, and so I think that this bond will increase. I don't see any effect on this relation, and it will continue. Siz çox gözəl qeyd edirsiniz. Məhz Pakistanın baş naziri Şahbaz Şərifin Azərbaycana son səfəri bu Pakistanla Azərbaycan əlaqələrinin və dostluğunun növbəti təsdiqləyici bir amilidir. Yəni bu düşünürəm ki, bu əlaqələr hər zamana bağlı deyildir bu dostluq. Çünki bilirsiniz, Pakistan ümumiyyətlə Ermənistanı bir dövlət kimi tanımır və tanımaq niyyətində də deyil. Mən inanıram ki, Ermənistan buradan öz dərsini çıxarır. Çünki Pakistanın nüfuzunu, hərbi gücünü nəzərə alaraq Ermənistan bunu çox gözəl anlayır, yəni Pakistanın münasibətini. Və eyni zamanda mən, siz bilirsiniz, BMT-də daima Kəşmir məsələsində Azərbaycan Pakistanı, Dağlıq Qarabağ məsələsində isə Pakistan Azərbaycanı dəstəkləmişdir və bu dəstək hər hansı bir maraqdan irəli gəlmir. Sadəcə olaraq hər iki dövlətin haqq işidir, ədalətli mövqeyidir və bu hər iki dövlət bir-birinin ədalətli mövqeyini müdafiə ediblər. Bu çox təbii bir prosesdir. Eyni zamanda Azərbaycan dövləti Pakistan iqtisadiyyatına milyardlarla dollarca öz sərmayələrini yatırmaqdadır. Təbii ki, bu da bizim dostluğumuza təsir edən bir amildir. Yəni Azərbaycan dövləti də Pakistan iqtisadiyyatının çiçəklənməsi, güclənməsi üçün öz töhfəsini verməkdədir. Mən sizə deyim, İslamabadda hətta bir növ içəri şəhəri xatırladan bir şəhərcik kimi də deməli planlaşdırılır bu şəhərciyinin salınması və bu birbaşa Azərbaycan sərmayəsinin hesabına həyata keçirilməkdədir və mən düşünürəm, yenə də təkrar edirəm ki, heç bir kənar qüvvə, xarici qüvvə Azərbaycan-Pakistan dostluğuna təsir etmək əzmində deyildir. Mən çox təşəkkür edirəm Malik bəyə, ölkəmizdə səfəri zamanı vaxt ayırıb bizim studiyamızda Media Türk televiziyasında baş çəkmək imkanını bizə tanıdı və bu diqqət üçün minnətdarlığımı bildirmək istəyirəm və sonda da buradan, Bakıdan Media Türk televiziyası kollektivi adından da qardaş Pakistanlılara, oradakı bizim qardaşlarımıza, dostlarımıza qucaq dolusu sevgilərimizi və salamlarımızı çatdırmasını rica edirəm. Bir daha minnətdaram ki, bugün studiyamızda bizimlə bərabər oldu. Once again, Mr. Sumbal, I would like to extend my personal gratitude and also gratitude on behalf of Media Turk Studio for your visiting our site and sharing your views with us. And we also, I would like to request you to deliver our love, our affection to our brothers in Pakistan. That we value our brothers in Pakistan very high. So once again, thank you for your coming our place, visiting us and sharing your views. Thank you very much, Haider Ismail, and it's my pleasure to visit Turk Media. And I think that as far as we will raise our voice for the friendship between Azerbaijan and Pakistan,
and for any cause that we can contribute, it will be my pleasure. Mən də sizə təşəkkür edirəm bu xoş sözlərinizə görə və eyni zamanda məni deməli türk mediaya dəvət etdiyinizə görə, mənim fikirlərimi dinləmək istəyinizə görə sizə öz minnətdarlığımı bildirirəm və əmin edirəm ki, Pakistandakı soydaşlarım da eyni fikirləri bölüşür və onlar Azərbaycan xalqını bir dost xalq kimi, qardaş xalq kimi qəbul edirlər və mən hesab edirəm ki, mənim bura gəlişim ümumiyyətlə hər hansı bir Azərbaycanın xeyrinə olan, hər hansı bir faydalı məsələyə öz töhfəni verməyim, bunu özümə bir şərəf hesab edirəm. Təşəkkür edirəm sizə. Biz də təşəkkür edirik və bu görüşdən çox məmnun qaldıq. Bir daha minnətdarıq və salamlarımızı çatdırırıq qardaş Pakistana. Belə dəyərli izləyicilər, gündəm Masda verilişinin bugün olan buraxılışı, ilk buraxılışı sona çatmaq üzrədir. Studiyamızda qardaş Pakistandan dəyərli qonağımız tanınmış jurnalist, siyasi ekspert Malik bəy Sumbal idi. Onunla verilişimizin sonlarına yaxın regionda baş verənləri, Pakistan-Azərbaycan əlaqələri, Azərbaycanla Ermənistan arasındakı son vəziyyət və gələcək prosesləri müzakirə etməyə çalışdıq. 44 günlük vətən savaşında olduğu kimi yenə də biz müttəfiqlərimizlə proseslərdə yer almağa çalışırıq. Siz isə mütləq Media Türk TV-ni izləməyə davam edin ki, ən son gedişatı sizinlə bərabər daha geniş auditoriya Media Türk TV vasitəsilə izləyə bilsin. Ənənəvi ricamızı sonda bir daha xatırladaq. Solda bəyənmə, like işarəsi yerləşir. Sağ tərəfdə kanalımıza abunə olun işarəsi var. Hər ikisinin üzərinə toxunmağı unutmayın ki, daim müzakirə etdiyimiz mövzulardan daha geniş auditoriya xəbərdar ola bilsin. Bu saata bu qədər. Digər efirlərimizdə yenidən görüşəcəyik. Sağ olun, sağlıqla qalın. Bazarda çox bal var, amma siz keyfiyyəti yoxlanılmış tam təbii kənd balı axtarırsınızsa, Kənd Babanın azad ruhlu Kəlbəcərin şəfalı çiçəklərindən süzülmüş təbii Kəlbəcər balını təbiətdən süfrənizə gətiririk. Sevdiklərinizi Kənd Babanın təbii, faydalı və hədiyyəli Kəlbəcər balı ilə sevindirin. Bu təkcə bir bal deyil, sağlamlıq və təbiət möcüzəsidir. Üstəlik Kənd Babanın Kəlbəcər balı ölkədə yeganə sertifikatlı baldır. Orijinallığına tam zəmanət veririk. Kəlbəcər balımız tam təbii olduğu üçün şəkər xəstələri də rahatlıqla istifadə edə bilər. İnanmırsınızsa əsl Kəlbəcər balını dadın, şəkərinizi yoxlayın. Kənd Baba, təbii balın doğru ünvanı. Sifariş və ətraflı məlumat üçün elə indi 050 261 91 11 nömrəsi ilə